Balali oğurluqda ittiham edildi. Doğrusu bu xəbəri tez dedim, yox, mən bu xəbərə bir baxım görüm. Bu Balali neyniyib? Ev yarıbmı? Zinət əşyaları oğurlayıbmı? Dollar mı oğurlayıb evdən? Dedim, bəlkə kiminsə maşınını, dəyəri daha yüksək olan kiminsə maşınını oğurlayıb. Dedim, bəlkə olur da. Dedim, bəlkə kiminsə çantasından oğurluq idi. Tez belə göz gəzdirdim. Təbii ki, bilirdim ki, burada mahnıdan söhbət gedir ki, belə daxı biri digərin mahnısını oxuyanda tez deyir, o mənim mahnımı oğurladı. Belə sosial şəbəkələrdə bəzi saytlarda başlıq qoyur. Sara Səfurə, məsələn, tutaq ki, filan layihəni oğurladı, şeiri oğurladı. İndi Balali üçün də yazıblar ki, mahnını oğurladı. Bilirsiniz necədir, əzizim? Deməyəcəm kimin mahnısıdır, nəyin mahnısıdır. Əsas odur ki, qoy mahnı uğurlansın. Mahnını ermənilər uğurlamasın. Özümüzlər bir güzəştə gedə bilərik, özümüzlə dil tapa bilərik. Əsas odur ki, onları uğurlamasın. Çünki onlar daha tez bizim mahnıları götürürlər və belə deyirlər bizimdir. Biz baxırıq ki, mahnı bizimdir, qanımızdır, canımızdır. Balali fikir vermə belə şeylərə. Əsas odur ki, paraları qazan. Çoxlu paraları qazan.